Sağlam dostlar. Bugün benim videoma hoş geldiniz. Bugün sizlerle beraber Age of Story 2 Definitive Edition'da Avstriya serimizden bölüm 2'ye geçirik. Bəli, nəfəsim çatdı bugün. Yes! Pul verəcəklər. Bəli. Zarafat edirəm təbii ki də. Çox pisəm. Niyə? Çünki elə bilirdim videonu çəkirəm. Biz Avstriya ilə o qədər ölüm qalım bilirsiniz ki, keçən dəfə gedin əvvəlki videonu, birinci videonu izləyin. Ölüm qalımdan döndük. Gəldik burada ölüm qalım mücadelesi comeback atdıq ya. Hardan hara comeback atdıq, comeback. Gəldik bura. Gördüm video yoxdur. Bu arada bir də mənəm də, yəni tək başıma gəlmişəm döyüşməyə evlatlarımla bir yerdə. Və bu dəqiqə comeback eləyirik. Az qalıb. Biraz da səbr eləsək comeback atacağıq. Yəni biraz da səbr eləsək comeback atacağıq. Oyda, comeback nə tər comeback atdıq İtaliyanla, nə deyə. Amma bəlkə deyirəm barışaq, bəlkə də. İtaliya ilə comeback bizim çox da oydu da. İtaliya canım, Canitom mənim 50.000 ordu gətirdin və bir damcı. Yaxşı, barışaq. İnşallah barışarsan. Məndən torpaq almaq idi, amma barışdılar. Qayda, gözləmirdin. Barışdılar. Oyda. Buna baxın, 33-lüyə geriliyib, 61, 55-ci, 78-ci geriləm. Olsa biz 70-ci sıralardaydıq. Ay, mən belə zəif bir müttəfiq qəbul eləmirəm. Yəni mən belə bir zəif müttəfiq qəbul eləmirəm. Ondan sonra gedərəm Almanya. Opa. Mən intiqamımı alacağım Polonyadan. Fransa, gəl sən də gəl. Mən o intiqamı almaq üçün bütün nədir onun adı? Hər şeydən istifadə edəcəm. Bütün diplomasiyadan istifadə edəcəm. Diplomatik zirvə düzənlə. Bunu da çağır, bunu belə qoy diplomatik zirvəni düzənlə. Dövləti yavaş-yavaş yığaq. Yığaq dövləti. Orada olmasın. Qəşəng dövləti yığaq. Kaş o comeback hissəsini görərdiniz. Bağışlayın. Ayda. Bir dəqiqə saxla. Bunu hardan eləmək olur hə? Bir dəqiqə saxla. Nə oldu? Necə elədik biz bunu? Belə bir şey var imiş. Təzə kəşf elədim. Üstünə basanda özünə gedir. Oho! Necə bilmirdim mən bunu? Ayda, neçə saat Age of Story oynayıram mən. Bəlkə də 600 saatdan çox Age of Story oynayıram. Bunu necə bilmədim mən? Neyse, boş verin. Çox, yəni girmək lazımdır. Bu arada müttəfiqlərlə aramızı yaxşı tutmaq lazımdır. Artı 199. İtaliya yeri buradan dur, get. Başa düşdün özün hara. Bulqaristanla nə eləyib? Bosna və Herzegovina. Öyrəndim adı. Bosna Hersek deyirdim, onun adı əsl adı Bosna və Herzegovina. Bu bıcı 66.000 oydu mu qaldı burada? Çox da vecmə ki. Qalsın orada. Sən İtaliya bu arada girəcəm mi? Niyə girəcəm? Lazımdır çünki. Oyda. Bu nədir? Mənfi qırmızı. Yatırım eləyənlər ya bunlar. Yox eləyə bilir. 95 mi 96 mindən mi? Necə qalxındıracağıq ölkəni? Qəşəng saldım. Balaca dövlətlərlə mən Romaniya ilə birlik oluşturmaq istəyirəm. Biraz oyunun açığından da olsa açıq. Olamırıq. Yaxşı. Birlik ola biləcəyim ölkələr hansı kimlərdir? Birlik ola biləcəyim. Almanla Qroenland, Orta Afrika Cümhuriyyəti və Sahra Demokratik Avropa Cümhuriyyəti. Bəli. Bu da sizə dediyim Lübnanın adı Livan imiş. Yoxdur elə bir dövlət. Boş verin getsin. Lübnan deyir Suriyanın torpaqlarını. Suriya imparatorluq qurub. Allah olsun səni prosto İraq elə bir imparatorluğun içine eləyib. Boş verin. İsveçrə bu dəqiqə İsveçrəni almaq lazımdır. Bax, qorxuram İsveçrəyə girməyə də. Belçikanın orduları burada nə işi var? Niyə İsveçrə torpaqlarını çevrəliyib? Niyə belə bir şey var? Niyə belədir ki? Bir dəqiqə saxla. Saxla.
Pul ver, kredi də lazım olsa seçərəm. Bir dəqiqə döyüşə girəcəksiniz. Hə? Elə bildiniz məni gözümdən qata bilərsiniz. Pul lazımdır bir dəqiqə. Pulu hardan ala bilərik? Ən yaxşı gəlir mənbəyi. Ən yaxşı gəlir mənbəyi. Vergi. Vergi üçün nə edirik? Əhali basırıq. Əhali basmaq məntiqli midir? Təbii ki, məntiqli deyil. Nə qaracaq? Ekonomik yatırım. Prosto yatırım eləməkdir. Uydu deyil. Gəlir vəziyyətimizə bir dənə baxaq. Elə bir ürək döyüntülüyür. Bu nədir la? Bir dənə buna basın. Döyüşə girəcəklər bunlar, mən əminəm. Boş-boşuna sən götürüb orada yığanmazsan görəm. Bunlarla aramızda yaxşı tutaq ki, gəlsinlər bizi döyüşə çağıranda olmalı. Araşdırma yatırımı eləyək ki, yaxşı canlı araşdırma yatırım eləyək. Araşdırma itmir də, bilirsən, ekonomi ilə sən ələ keçirdilər itir. Araşdırma itmir. Nə qədər artır ki? 58, 71, nəsə bas buna. Mən hələ də Vilskan gözləyirəm. Nəsə gözləməyək. Biz araşdırma yatırımlarını eləyək dalbadal. Və görək araşdırmada hansı səviyyəyə çatmış olurdıq. Və dünya üzrə bir dəqiqə saxla. Deyəsən baqa soxduq. Nəsə boş verir. Yəni bir dəqiqə araşdırma yatırım eləmək məntiqlidir də. Araşdırma yatırımını dostlar qutarandan sonra zəif dövlətlərə girəcəm. Çox zəif. Prosto uzağa da getmək istəmirəm. Qorxuram ki, yönetimdən çox yərik. Yəni burada İsrail, Filistin fikirləşdim. Onlar gedib. Maltaya baxın bir dənə. Malt. Saxla. Döyüşə girdilər. Saxla bir dəqiqə. Saxla, araşdırma yatırımı. Saxla. Boğazım qurudu. Bas bunlara. Ordu lazımdır. Biraz comeback at. İtaliya bir damcı da comeback at. Gəldi Qaqon. Əvvəlki keçmiş müttəfiqin gəlir Qaqon. İtaliya, İspanya ilə də girib döyüşə. İtaliya onda sən burada ölsən comeback atamazsan. Öldürsələr sən buradan comeback atamazsan. Girmək məntiqlidirmi? Ya Allah, nə olar, xahiş edirəm gəlin. Gəlmədilər. Niyə gəlmədiniz axı? O qədər sinə... İtaliya sənə də kömək eləyirəm. Əvvəlki dostluğumuzun nəticəsində. Yoxsa mən niyə girim ki bundan döyüşə? Cəzair eləmə. Cəzair lazım deyil. Cəzair döyüşün içindəyəm. Cəzair eləmə. Can uyuyub Cəzair güclü dövlətsən bilirik. Ay. Döyüşü qutardırdım ki. Niyə gəlmirsiniz döyüşə axı? Barışıq. Alırım, çıxaq, barışıq. Bəzəm ölüm, döyüş yaxşı şey deyil. Bezdimi bu döyüşlərdən? Yaxşı şey deyil. Lazım deyil, eləmə də. Bütün həvəsim, nə bilimi. Çürütdüz həvəsimi. Da bundan sonra əfsanəvi zorluqda mən oynamayacağım. Özüməm oynayıb, küstüm. Oynamayacağım əfsanəvi zorluqda.
Kredi çəkməyəcəm. 7 dənə var. Nəyə verim? Yönətimi verim, verici gəlirinə verim. Bəlkə gəlirimiz artar. Cəzair mənlə də imzala da. Al o köpəyin olsun sənin o. Yox, imzalamadım. İsveçrə canı Tom, mən səndən qələt eləyərəm torpaq alaram. Bu 100 min oldu, sıfır ondan çıxırdı bilsən axı. Bu dəfə müttəfiqimiz adımız da yoxdur. Gəl indi cavab ver. Gəl indi cavab ver. Gəlmirdilər. Mən sizə o qədər şey elədim, kömək elədim. Aramızı yaxşılaşdırdım mən sizlə. Vəfasızlar, vəfadarsız. Sızlar. 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 Vəfadarsızlar. Dar. Vəfadarsızlar. Bir dəqiqə. Biz niyə bu qədər mənfiləyik? Nə oldu? Dövlət niyə bu qədər mənfiyə getdi? Dövlət batma, dövlət xahiş edir. Dövlət batma xahiş edirəm. Eləmə dövlət. Ən azından ordumuz var, belə fikirləşin. Bir dəqiqə. Ən azından ordumuz var. Tərpədə bilmirəm ordumu. Hərəkət puanım yoxdur, bir dəqiqə. Niyə baqa girdim? Bir dəqiqə. Eləyə bilməzsiniz bunu mənə. Çox ordum var. Amma hərəkət etdirə bilmirəm heç birini. Aha, gətirdim orada. Aha, hərəkətə başladıq. Girin. Yox eləyin onları. Yoxlatmayın. Doğduqlarına peşman eləyin. Hay, belə videolar. Geri dönüşü də yoxdur bunun. Bu nədir? Almanya ilə birlik oldu. Mən mənfiyə düşdüm 1 milyon. Cəzair udur məni. Allah gəl Fransa gözümün yağını yiyeyim. Canım qurban mən sənə. İsveçliyə gəl et olmasa. Yay bütün torpaqlara, yay. Yay bütün Cəzair, İsveçrə torpaqlarına, yay. Yay bütün hər yerə, yay. Yay getsin, yay. Bum. %90'la göndereməliyik bu arada. Sıxışdırdıq onları ora, Bum. Bum. Heç nə bum olmadı. Bu arada biz bunları udarıq ha. Udarıq. Problem bizim necə müsbətə çıxacağımızdır. Yəni bu arada bu oyun değil yani. Bu oyun değil axı. Belə oyun olmur axı. Allah dövlətin içindən keçirlər. Ordu da basan biri. Arkaya ordu gönder. Ordu gönder arkaya. Bağladıq İsveçrəni yavaşdan. 35 ordularla. Parazitlər. Er meydanına çıxa bilməyənlər. Parazit yığını. Atom bombası səndə nə işi var? Məndə yoxdur onun. Parazitlər. Qanunlara zidd olanlar. 35 ordu ilə irəliləyənlər. Er meydanına gələ bilməyənlər. Ay 75 ordu ilə mənə kapitülə eləyəcəklər. Ondan qorxuram mən. Bum. Göndərə bilsəm. Aha, şu 200 ordularım gəlir. Səbirli olun, gəlir.
Oy da senin orada ne işin var axı? İsveçrə ilə Cəzair müttəfiqdir. Bir dənə ona baxacağım sadəcə. Yox, asker erişmə. Bundan daha çox torpağa da keçirərəm. Bunlar oradan irəliləsin. Mən 16.000 ordunun, 16.000 böyük bir ordu, 85.000 ordu. Bütün buralara göndərəcəm. Bütün bu uc hissələrə göndərəcəm. Yolda o birilərini də alsın. Göndərə bildim hamısını, şükür olsun. Yes! Biraz daha hərəkət xalım olsa. Vay! Sıxışdırdıq onları, sıxışdırdıq. Qəşəng mükəmməl şəkildə irəliyirik. Prosta çox mənfidəyik. Mənfi ilə heç bir dövlət ayaqda dura bilməz bu arada. Yəni dövləti sadəcə nə donadı? 70-60 şeyə görə ayaqlar altına atdı. 107-yə 101. 92-yə 82. Bir dənə bu döyüşlərdən çıxa bilsəydik. Bu nədir oğlum? Uy dedi. Ekonomi çökdü. Ekonomi çökdü. Final yəni bu seri bəlkə də qurtarmayacaq. Amma yəni inanmıram qalsın sağ-salamat seri. Yəni bu dövlətin axırı nə olacaq axırı mən bilmirəm. Yəni bu dövlət ekonomik olaraq çöküşdədir, çöküşdə. Bu qədər mənfi olan dövlət gördünüz siz. Yəni burada sadəcə biraz irəlilədik. Yəni qurtarırıq dövləti. Dövlət ən azından yaxşı yolundan fikirləşək. Dövlət işğaldan qurtarır. Dövlət artıq yavaş-yavaş öz müstəqilliyinə qavuşma yolunda irəliləyir. Yəni sadəcə bu yöndən yaxşı baxa bilərik. Bu arada mənə bir dənə qəşəng ordu lazımdır. Toplam belə qəşəng. Bir dənə siz ikiniz buraya yığılın. Yığıla bilməlisiniz. Çıx. Təslim oldu Avstriya. Gəl bura. Burada ordu gətir. Burada ordu gətir. Yağma bizim. Yağma heç vaxt eləməyin. Yağma yəni pis şeydir. Valla pis şeydir yağma. Yəni o torpağı onsuz da sən alacaqsan. Niyə yağma eləyib buranın pisliyini düşürürsən? Yəni artıq o qədər əminlik ki biz alacağıq torpaqları. Bəli, buradan da girək. İsveçrə təslim oldu. İsveçrə hələ barışmayacağam. Əslində barışsaq yaxşı olar. Barışaq. İsveçrə ilə barışa bilmirəm İsveçrə ilə. Bir dəqiqə. Aldıq. Cəzairi neçə? 300.000? 300.000? Mənə gözüm səhv gördü. 300.000 idi o. Bir dəqiqə. Bura göndər 90.000. Yox, 300.000 deyildi. Bu 280.000 ordunu göndər. Bunlara. Göndər bunlara. Buradan 56.000 ordunu göndər bunlara. Biraz da orada, biraz da 440.000. Bunun yarısını göndər bura. Qalan yarısını da göndər bura. Yəni. Bu video biraz uzun olacaq. Biraz yəni 25 dəqiqə. Yəni bu final olacaq böyük ehtimalla. Çünki bu ekonominin altından qalxa bilmərik. Bu qədər mənfinin altından. Yəni heç cür qalxa bilmərik. 500.000 ordu burada var. Göndər bura bu qədərini. Dağıt. Uşaq böyük orduları dağıtmaq lazımdır. 50.000, 47.000, 200.000 məsələn. Dağıt. Müsbətə çıxmayalım. Dağıt. Yəni nə bilərik maksimalni. Cəzairdə al. İsveçrə hardadır? Ürdün. Alayeri gəl buradan. Barışın mənim torpaq. Buradakı torpaqların hamısını ala bilirəm də qəşəng. Ver bunların hamısını mən barışına. Qəbul elə. Qəşəng. Ekonomik yığılır. Biraz da ordu göndər ora. O 74.000'i göndər bura. Ekonomi yavaşdan yığılır. Bir dəqiqə. Bəlkə də yığa bilərik. Bəlkə də. Nə edirik? Orduları yığırıq bura. Böyük olan orduları. Yığırıq bura. Hamısını tərhiz edirik. Çünki Cəzair onsuz da mən 500.000-nə qədər 1 milyona yaxın ordu göndərdim. Cəzair böyük ehtimalla əsas güclərini məndə istifadə elədi. Yaxşı, 56.000 də göndərim bura. Sən hardan bir dəqiqə bütün Afrikanı fırlanırsan. Bir dəqiqə. Elə bir şeydirsə
Buradan gəldi. Bura. Yox, bir dəqiqə. Yox, mən səhv fikirləşmişəm. Yəni atom bombamız bizim yoxdur, amma yəni bizim də bilək gücümüz var. 9054 dağıt bunu. Belə böyükləri dağıdaq. Başqa burada böyük bir topluluq yığılır. Burada ordular göndərək. Bu 14.000 də göndər bura. Bu 2.000 də göndər bura. Bir dəqiqə ordu tərhis eləməliyik, yoxsa ayaqda dura bilməyəcəyik. Həqiqi mənada ayaqda dura bilməyəcəyik. Və 52.000 göndər bura. Yo, elə yox. Bir dəqiqə. Sən hərəkəti necə itirirdin? Hərəkət. $52.000 çək bura. Getmə. İsveçrə. Askeri erişim. İtalya. Askeri erişim ver. Askeri erişim ver. Sən mən ayaq tutdum. Başa düşürsən? Vermək məcburiyyətindəsən. Vermədim, mən səni girəcəm. Bu da belə bir racon olsun sənə. Və. Verdinmi? Vermədin? Verdin. Zarafat eləyirdim azdı. Çıxart bunu. Buradan göndər bura 88.000. 100.000 orada savunmaya keçsin. Tez ol. Bizim o göndərdiyimiz milyon. Biz bu ordu hardan göndəririk? Afrikanı fırlandınız, qaqamsız. Haydi də bilsəydim göndərməzdim. Afrikanı getdilər, fırlandılar uşaqlara. 76.000 ordu qalsın. 37.000 sil. Bu 134 də sil. Bura 300.000 yığıldı. Sil. Mən müsbətə keçə bilmirik. Neynəyəcəyik? Yönətimi fullədik, üretim gəlirinə verdik. Sənin orada orduvun olduğunu mən hardan bilim axı? Yaxında ordu da yoxdur. Vəsiyo. Bitdik. Yox, bitmədik. Bura göndər. Çatdıra bilsək. Bura biraz da göndər. Çatdıra bilsək. Uy. Sağlam babaymışsan. Girə bilmədik. Gir. Girdin. 48 qəşəng. 200.000. Sənə də güvən. Cəzair, barışdıq mı? Barışdıq. Vəsiyo. 100.000. Ekonomi düzəldi. Görün siz. Nədir onun adı? Şeyin gücünü. Nə deyə bunu? Almaniyanın, Avstriyanın gücünü. Yəni Almaniya Hitleri quracam, Hitleri başa gətirəcəm, Hitler. Lider ata var idi, oradan Hitleri başa gətirəcəm mən. Ekonomi düzəldi. Çöküş, final deyil bu. Bu videonu da burada sonlandırıram. Növbəti videoda görüşənədək.